Rahatlan, bədəninin çəkisini hiss et. Səni saxlayan yeri hiss et. İndi gözlərini yum. Xəyal et, dənizdəsən. Suyun içindəsən. Bədənin yüngüldür. Dalğalar səni daşıyır. Sən üzmürsən. Sən özünü axına buraxmırsan. Yanında delfinlər var. Onların axınındasan, güvəndəsən. Sən də özünü rahat hiss edirsən. Hiss elə. Sinəndə açılan genişliyi, qarnında olan yumşaqlığı, bədənin suya güvəndiyini hiss elə. İndi gözlərini aç. Öz yatağındasan. Bədənin buradadır. Amma artıq ruhun öz yatağındadır. Gözlərini yum. İndi kosmosdasan. Gözlərini aç. Sonsuzluğun içindəsən. Bu geniş ilahi rejimi, bu sistemin vəhdətini, eril dişil balansı hiss elə. Burada tələsmə yoxdur. Burada qorxu yoxdur. Burada sistem var. Burada ilahi nizam var. Səni saxlayan, daşıyan, qoruyan güc var. Sən bu güclə vəhdətdəsən. Bu möhtəşəmliyi hiss elə. Sən böyüksən, möhtəşəmsən. Sən olduğun kimi dəyərlisən. Gözlərini aç. Yatağındasan. Nəfəs alırsan. Bədənin buradadır. Gözlərini yum. Kosmosdasan. Aç gözlərini. Gedib gəlmək asandır. Çünki sən hər iki aləmə aidsən. Eril, dişil enerji vəhdətdir. Başqa aləmləri birləşdirməkdir. Gücünü duy. Nəfəsinin getdikcə cinsiyyət orqanına düşdüyünü, oradan nəfəs aldığını hiss elə. Düşün. Sanki həmişə ağciyərlə, yox, cinsiyyətdən nəfəs alırdın. Kök çakradan. Sanki cinsiyyətdən dərin nəfəs alırsan, cinsiyyətdən dərin nəfəs verirsən. Bunu duy, yaşa, hiss elə. Cinsiyyətdən nəfəs alırsan, ruhun böyüyür, genişlənir, genişlənir. Olduğun alandan çıxır, dünyadan çıxır. İndi bir daha dərin nəfəs al və içindən təkrar elə. Mənim əziz eril enerjim, mən səni görürəm. Mən səni görürəm. Mən səni görürəm. Mən səni qəbul edirəm. Mən səni artıq başqa yerdən görürəm. Səni zəif olduğun üçün yox, qorxduğum üçün saxlamışam. Mən səni incitmişəm, bunu qəbul edirəm. Amma artıq səni idarə etmək istəmirəm. Fasilə ver. Dərin nəfəs al. Sənin məsuliyyətin yük deyil. Sənin məsuliyyətin sənin gücündür. Mən sənin gücündən artıq qorxmuram. Mən səni böyüdəcəm deyə artıq tək buraxmayacam. Artıq sənin yerinə daşımayacam. Sənin böyüməyinə icazə verirəm. Sən böyüdükcə mən rahatlanıram. Mən sənə vurduğum bütün zəncirlərdən azad edirəm. Sənin gücün sistemimdə düzgün yerini alsın, formalaşsın. Səni bastırdığım, döydüyüm, söydüyüm, nifrət duyduğum, torpaqdan bastırdığım palçıqdan azad edirəm. Həmin yerdən qaldırıram. İndi bu eril enerjini gör, duy, hiss elə. Onun üst başını təmizlə. Çirkli halını təmizlə. Yaradandan onun şəfalandırılmağını xahiş elə. Yaradanın nurunda
sizin üçün gözəl, yaraşıqlı, güclü, nəhəng, zəhimli, qayğıkeş kişiyə çevrilsin, şəfalansın, 18 yaşlı gənc kişiyə çevrilsin. Sizin eril enerjinizdir bu, eril başlanğıcdır. Sağ tərəfinizdə onun şəfalandığını gör, düşün, hiss elə. Dərin nəfəs al, diqqət elə. Daxilində de, mənim əziz dişil enerjim, mən səni görürəm, mən səni görürəm, mən səni görürəm, mən səni qəbul edirəm. Artıq sən zərif ola bilərsən, ən saf halına qayıt. Artıq daşımaq məcburiyyətində deyilsən, artıq bölüşmək mümkündür. Artıq sistemin sənin qayğısını, uğurunu, bolluğunu bölüşməyinə icazə verə bilərsən. Nifrət duyduğum dişil enerjim, məni bağışla. De və xəyal elə. Onu torpaqdan bastırdığın, nifrət etdiyin, döydüyün, söydüyün həmin yerdən xilas elə. Aç zəncirlərini, çirkli halını təmizlə. Yaradandan onun şəfalanmağını xahiş elə. Yaradanın nuru ilə sizin üçün gözəl, məlahətli, zərafətli, seksual, məhəbbət dolu, istedadlı, qayğıkeş xanıma çevrilsin, şəfalansın. Yaradanın nuru ilə 18 yaşlı gənc bir xanıma çevrilsin. Bu dişil enerjindir. Gör onu. 18 yaşlı, gözəl, zərif, incə, bütün qadın varlığının, sisteminin nə olduğunu anlayan qadın enerjisi aktiv. Bütün meridian akupunktur kanalları açıq, gözəl, balanslı, tarazlanmış, qəbullanmış, zərif, məlahətli bir xanım halında. Onu gör. Əsl qadın enerjisini tanı. İndi dərin nəfəs al. Sol tərəfində dişil başlanğıc, sağ tərəfində eril başlanğıc. Hər iki enerji kişi və qadın formasında güclənsin, gözəlləşsin. Onları qarşında gör. Onlar qucaqlaşsın. Bir-birinə hörmət duysun, sevgi duysun. Onları gör, hiss elə. Böyük məhəbbət duysunlar. Aşiq olsunlar bir-birinə. Onları gör. Bir-birinin başına tac qoyduqlarını gör, düşün, hiss elə. Dişil enerjiniz kişidən artıq qorxmasın. Ona sevgi, hörmət duysun. Onun gücünü duysun, tanısın, anlasın. Ona bütün məhəbbətini sunsun, toxunsun, təslim olsun. Və içindəki eril enerji qadınının dişiliyini duysun, zərifliyini duysun, seksuallığını duysun, ehtiraslansın, coşsun, daşsın. Bütün gücü, varlığı və hüceyrələri ilə onu arzulasın və cinsəlliyi yaşasınlar. Ehtiras yaransın. Bu yaranan duyğu kundalini enerjinizi aktivləşdirir. Hiss elə. Tanı, arzula, ehtirası duy. Bir-birini öpdüyünü, toxunuşunu, sığalını hiss elə. Daxilində kişi və qadın möhtəşəm ehtiras yaradır. Tam alovlansın. Xəyal elə, həmin səhnəni izlə. Bu orqazmı duy. Bədənində yay.
kök çakradan taç çakraya qırmızı enerjinin yayıldığını, yüksəldiyini, semaya bağlandığını gör, hiss elə. Gerçəkdən orqazmdır bu. Bu yaşadığın duyğularla ilk 10 saniyədə tək bir arzu dilə. Vaxt verirəm. Bu yüksək frekansla möhtəşəm karyeralar, sevgilər, mülklər, kontraktlar yaranmaq olar. Arzundan qorxma. Kundalini sənin enerjindir. Bu sənin iril dişil balansındır. Cinsəlliyindən, ehtirasından qorxmağı bırax. Dram yaratmağı bırax, tərk elə. Bundan sonra ehtiras güc mənbəyindir. Bunu duy. Bu sənin aksesuarındır. Hər iki enerjinə təşəkkür elə. Onların bir-birinə sarıldıqlarını gör. Qəlblərində möhtəşəm sakitlik, dinginlik olduğunu gör, duy. Hər ikisinin bir-birini qucaqlayıb uzandıqlarını, dincəldiklərini gör, hiss elə. Və bu qəbul, bu həz onları balanslayır, tarazlayır. Onlar torpaqlanıb vəhdət halını alır və bu sənsən. Kundalini enerjisi aktivləşmiş, balanslaşmış, torpaqlanmış sən. Yeni sən mübarək olsun.